Hoş gördük. Bugün masamızın üzerinde sizin bize gönderdiğiniz bir hazine var. Türkiye'de motosikletle seyahat için hazırlanmış çok etraflı bir beletçi. Ama buna sadece belletçi demek düzü haksızlık olardı. Bu elə bil ki, illerin tecrübesini özünde cemleyen bir seyyahın qeyd defteridir. Tamamıyla. Bizim de misyamız bu defterin sayfalarını verekleyip sizin için en vacip, en pratik məsləhətləri üzə çıxarmaqdır. Ve bazen de hiç ağla gelmeyen küçük sirleri. O zaman başlayak. Her büyük macera, hele tekerler fırlanmadan çok evvel, yaxşı bir planla başlayır. Bəli, bələdçi də elə buradan başlayır. Marşrut, qalacaq yer və gündəlik proqram. İlk baxışda çox sadə səslənir, elə deyil. Amma əsl məsələ detallardadır. Məsələn, gündəlik məsafəni təyin etmək. Hə, bax bu çox kritik bir məqamdır. Bələdçidə Google xəritənin 1.5 qaydası deyə biləcəyimiz bir şey var. 1.5 qaydası. Maraqlıdır. Çox sadədir. Deyir ki, Google'ın sizə göstərdiyi səyahət müddətinə, məsələn 3 saata, əsla aldanmayın, o rəqəmi həmişə 1.5-ə vurmalısınız. Yəni 3 saatlıq yol əslində 4 saat yarıma başa gələcək. Aynen. Çünki Google sizin yanacaq doldurma fasilənizi, o gözəl mənzərəni çəkmək üçün dayanacağınızı, bir kənd qəhvəsində içəcəyiniz çayı hesablaya bilməz axı. Bu əslində sadəcə vaxt planlaması deyil, həm də bir fəlsəfədir. Yəni səni hədəfə çatmaq stresindən xilas edir. Bəli, yolda olmaqdan zövq almağa yönəldir. Tələsmirsən. Planın ikinci sütunu isə qalacaq yerdir. Düşərgə, otel, ev kirayəsi. Və burada bələdçi çox maraqlı, biraz da tərcüblü bir hesablama aparır. Necə yəni? Düşərgə həmişə ən ucuz variant deyilmi? Baxın, adətən elə düşünürük. Amma bələdçi deyir ki, bir dəqiqə dayanın. Təhlükəsiz olmayan bir yerdə qurduğunuz çadır, səhər oyandığınızda oğurlanmış bir motosikletlə sizə ən bahalı oteldən qat-qat baha başa gələ bilər. Vay, bu çox güclü argumentdir. Deməli, təhlükəsizlik bir xərc deyil, investisiyadır. Tamamilə. Xüsusilə də zəncirvari otellərin qapalı, təhlükəsiz avtoparkları bu baxımdan əvəzsizdir. Gecə rahat yatırsan. Yaxşı, deməli planımız hazırdır. Amma ən yaxşı plan belə, pis hazırlanmış bir motosikletlə sadəcə bir kabusa çevrilə bilər. Bu da bizi hazırlıq mərhələsinə gətirir. Və hazırlıq deyəndə ilk növbədə təkərlər yada düşür. Həyatımızı daşıyan o iki rezin parçası. Bəli, və bələdçi burada iki həyati detala diqqət çəkir. Birincisi tread wear indicator, yəni tread wear indicator. Aşınma göstəricisi. O kiçik çıxıntı elə. Bəli, təkərin su kanallarının içində olur. Təkərin səthi o çıxıntı ilə eyni səviyyəyə gəlibsə, deməli o təkərin ömrü bitib, vəssalam. Məni heyrətləndirən isə ikinci detal oldu, istehsal tarixi. Düşünürdüm ki, təkər təzədirsə problem yoxdur, amma heç də elə deyilmiş. Qətiyyən. Təkərin üzərindəki o 4 rəqəmli kod var. Məsələn, 0917. Bu o deməkdir ki, təkər 2017-ci ilin 9-cu həftəsində istehsal olunub. Və ən vacib məqam, quraşdırılmasa belə rezin material zamanla xüsusiyyətlərini itirir. Bəli, 2 ildən çox ambar rəfində qalmış təzə bir təkər əslində təhlükəli dərəcədə köhnədir. Bu inanılmazdır. Deməli, təkər alanda təkcə protektoruna yox, doğum tarixinə də baxmalıyıq. Mütləq. Motosikletlə bağlı digər bir qeyri-adi məqam isə səs-küydür. O yüksək səsli, performans deyilən egzozlar. Hə, həmişə düşünürdüm ki, bu səs ancaq ətrafdakıları narahat edir. Əslində ən böyük zərəri elə sürücünün özü görür. Bələdcidə yazılır ki, 85 desibeldən yuxarı səsə uzun müddət məruz qalmaq sizin xəbəriniz olmadan bədəninizdə davamlı bir stres reaksiyası yaradır. Necə yəni? Əzələlər gərginləşir, ürək döyüntüsü artır. Aynən. Bədən sanki döyüş ya da qaç rejimində olur. Nəticədə daha tez yorulursan, diqqətin dağılır. Çox ironikdir. Performans egzozu əslində sənin performansını aşağı salır. Tam olaraq, eyni məntiq yük daşımaya da aiddir. Hər motosikletin bir yük götürmə həddi var. Və bu həddən sürücünün öz çəkisi də daxildir. Bəli, bunu çoxları unudur. Həddi aşmaq idarə etməni, xüsusilə də döngələrdə cəhənnəmə çevirə bilər. Motosiklet hazır. İndi də sənədlər. Bələdçidə Türkiyədən kənara çıxanlar üçün vacib məlumatlar var. Hə, 2 sənədin 6 xətlə çəkilir. Yaşıl kart. Yəni beynəlxalq sığorta.
Bəli, və beynəlxalq sürücülük vəsiqəsi. Bunlar olmadan Avropa sərhədini keçmək demək olar ki, mümkün deyil. Yaxşı, bəs sürücünün öz təchizatı, dəbilqə seçimi, rəngin əhəmiyyəti xüsusi vurğulanır? Hamımız qara, tutqun rəngli dəbilgələrin daha havalı göründüyünü düşünürük, elə deyilmi? Əlbəttə. Amma bələdçi deyir ki, o havalı görünüş isti bir yay günündə başınızı soboya çevirə bilər. Çünki qara rəng günəş şüalarını udur. Bəli, ağ və ya açıq rəngli dəbilgələr isə şüaları əks etdirir. Bu da başı daha sərin saxlayır, həm də daha yaxşı fərq edilir. Bu çox sadə, amma çox məntiqli bir detaldır. Bir də pinlock məsələsi var. Buğu önləyici şüşə. Soyuq və yağışlı havada o, bir lüks deyil, həyati bir təhlükəsizlik elementidir. Mütləq olmalıdır. Deməli, hər şey hazırdır, plan cızılıb, motosiklet və özümüz tam təchizatlıyıq və yoldayıq. Amma əsl sınaqlar və əsl kəşflər elə indi başlayır. Məsələn, naviqasiya. Bu da bələdçidəki ən maraqlı ziddiyyətlərdən biridir. Deyir ki, texnologiyadan istifadə edin, amma ona təslim olmayın. Tamamilə. Şəhər mərkəzi kimi qarışıq yerlərdə naviqasiya sənin xilaskarındır. Amma şəhərlər arası yola çıxan kimi onu söndürün. Niyə? Çünki o ekran və o səs səni hədəfə kilidləyir. Yol kənarındakı gözəllikləri, köhnə bir kəndə aparan o maraqlı yolu, tarixi bir qalanın işarəsini görməyə mane olur. Bəli, buna hədəf fiksasiyası deyirlər. Gözlərin yola baxır, amma beynin yalnız növbəti döngəni düşünür. Səyahətin ruhu itir. Eyni dilemma interkom cihazları üçün də keçərlidir. Musiqi dinləmək, dostunla danışmaq əladır, amma... Amma telefon danışıqları diqqəti ən çox yayındıran amillərdən biridir. Bələdçi bu barədə çox ciddidir. Kognitiv körlük deyə bir termin var, elə deyilmi? Bəli, gözlərin görür, amma beynin danışığa fokuslandığı üçün gördüyünü dərk etmir. Çox təhlükəlidir. Deməli, vacib bir zəng gələrsə, kənara çəkib danışmaq bir seçim deyil, məcburiyyətdir. Mütləq. Eyni ilə fasilələr və qidalanma kimi. Bələdçi deyir ki, təcrübəsiz sürücülər hər 45-60 dəqiqədən bir dayanmalıdır. Acanda isə böyük, ağır bir nahar etmək ən böyük səhvdir. Bütün enerjini mədəyə yönəldir və yuxu gətirir. Dığını görməkdir. Və bələdçinin bu hissəsi həqiqətən də ilham vericidir. Bunlar sadəcə xəritələr deyil, yaşanmağa hazır macəralardır. Məsələn, İstanbuldan günübirlik İznik turu. Hə, mükəmməl bir qaçış planı. Amma bələdçi sadəcə İznikə gedin demir. Detalları verir. Bəli, deyir ki, Osman Qazi körpüsündən keç, Ayasofyanın sakitliyini hiss et və mütləq İznik gölünün kənarında o məşhur köftənin dadına bax. Bu, bir günü tam bir təcrübəyə çevirir. Amma əgər daha böyük, daha epik bir macəra axtarırsınızsa, Onda Böyük Qaradəniz turuna baxmaq lazımdır. bu 11 günlük, təxminən 3700 kilometrlik sözün əsl mənasında bir kəşfiyyat səfəridir. Və marşrutun təsviri məni heyran etdi. Bu, quru bir siyahı deyil, sanki bir film senaryosudur. İstanbuldan başlayırsan, Amasra, Sinop və sonra əsl macəra başlayır. Şərqə doğru irəlilədikcə hər şey daha yaşıl, daha vəhşi olur. bələdik təkcə Trabzona gedin demir. Yox. O, sizə Smıla monastırına qalxan o dar, dumanlı yolda səhər tezdən tək olmağın verdiyi o mistik hissi təsvir edir. Və ya Artvinə, Borçka, Karagölün güzgü kimi sularına baxarkən mühərriki söndürüb sadəcə təbiətin səsini dinləməyi məsləhət görür. Bu marşrutda siz təkcə kilometrlər qət etmirsiniz, həm də duyğular yaşayırsınız. Şavşat yaylaları, o virajlı çam keçidindən keçmək, sonra da buludların üzərinə çıxmaq. Bələdçi deyir ki, bura motosikletçilər üçün bir cənnətdir. Sonra Rizənin çay plantasiyaları, Uzungöl, Fırtına dərəsi, Zilqala, hər biri ayrı bir dünya. Və hər günün sonunda harada qalmaq, hansı yerli yeməyi dadmaq barədə tövsiyələr var. Bu o deməkdir ki, siz planlamaqla vaxt itirmirsiniz. Sadəcə yoldan zövq alırsınız. Beləliklə, bütün bu məlumatları ümumiləşdirsək, uğurlu bir motosiklet səyahətinin formulu deyə bilərik. Detallı hazırlıq, real gözləntilər və yolda özünə qarşı diqqətli olmaqdır. Tamamilə doğrudur. Bu bələdçi sizə demək olar ki, hər şeyi verir. Texniki biliklərdən tutmuş, ruhumuzu qidalandıracaq marşrutlara qədər. Amma bütün bunların arxasında dayanan əsas fəlsəfə budur, təhlükəsizlik və yoldan zövq almaq bir-birinə rəqib deyil. Əksinə, onlar bir-birini tamamlayır.
Yaxşı hazırlıq əslində sizə daha çox azadlıq verir. Sonda isə sizin üçün bir düşüncə toxumu buraxmaq istəyirik. Bələdçi sizi yola, motosikletə, təchizata, hər şeyə mükəmməl hazırlayır. Bəs planlaşdırılması mümkün olmayan anlara, yəni gözlənilməz insanlarla qurulacaq ünsiyyətə necə hazırlaşmaq olar? Çox maraqlı sualdır. Avtomobildən fərqli olaraq motosikletdə siz ətrafdan təcrid olunmursunuz. Daha açıqsınız, daha müdafiəsizsiniz. Bəs bu müdafiəsizlik planlaşdırdığınız hər hansı bir marşrutdan kənarda bir bölgənin əsl ruhunu kəşf etmək üçün sizin ən böyük gücünüzə necə çevrilə bilər?